bu həqiqi ədədlər mövzusuna aiddir. Bizə bu ifadələri verir və ABC-nin işarəsini müəyyən etmək deyir. İlk öncə buna baxaq. A kubu B üstü 4 kiçikdir 0. Burada B-nin qüvvəti cüt olduğuna görə bu B-nin işarəsi mənfi də olsa, müsbət də olsa, bu hər zaman müsbət olacaq. Çünki işarə cütdür. Bu zaman kiçikdir 0 olduğuna görə deməli A 0-dan kiçikdir. Yəni A mənfidir. Çünki A-nın mənfinin kubu mənfi eləyəcək. Mənfi ədədin üstü tək dərəcədən qüvvəti mənfidir. A mənfidirsə, keçək bura. Deməli, A mənfidirsə, mənfi vur. B üstü 5 0-dan böyükdür. Bu B də mənfi olmalıdır ki, bunun çünki dərəcəsi təkdir. Tək dərəcədən, mənfinin tək dərəcədən qüvvəti tək olduğuna görə, mənfi olduğuna görə mənfi yanında müsbət eləyir. Deməli, B-nin də işarəsi mənfi olacaq. B mənfi olacaq. İndi keçirik C-yə. B mənfidirsə, baxın, B üstü 8, C üstü 7 0-dan böyükdür. Burada B mənfidir. Üstü cüt olduğuna görə bu müsbətləşəcək. Deməli, 0-dan böyük olduğuna görə C də müsbət olmalıdır. Çünki üstü təkdir. Tək dərəcədən tək olduğuna görə C müsbət olmalıdır. 0-dan böyük olduğuna görə. Deməli, onda yazara bilərik C 0-dan böyükdür. Yəni C müsbətdir. Mənfi, mənfi, müsbət.